Tromboz nədir və təhlükələri nədən ibarətdir? Tromboz damar daxilində qan laxtasının yaranmasıdır. Bu ola bilər arterial damarda olsun, ola bilər venoz damarda olsun. Havaların istiləşməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, yay vaxtı, isti vaxtlarda ən çox rast gələn venoz trombozlardır. Venoz trombozun yaranmasının bir neçə səbəbi var. Mən bunu dəfələrlə qeyd etmişəm, bir də qeyd edirəm. Birincisi qanın laxtalanma sistemində dəyişikliklər, yayda insanlar çox tərləyirlər, təbii ki, onun yaranmasına şərait yaranır. İkinci səbəb damarlarda patologiyalar, yəni venoz, varikoz damarların genişlənməsi, bu ikinci bir səbəb və üçüncü qan durğunluğu. Bax, bunların qarşısını almaq bugün hər bir insanın müəyyən mənada öz əlindədir. Nə mənada? Əgər varikozu aradan biz götürsək, demək olar ki, biz digər faktorların təsirini əhəmiyyətli dərəcədə azalda bilərik. Bunun təhlükəsi nədən ibarətdir? Bəli, tromboz olduqda hər bir insan həyəcan keçirir, hər bir tibb işçisi, həkim həyəcanlanır. Çünki onun ən böyük təhlükəsi tromb emboliya deyilən bir fəsaddır. Yəni trombun yerindən tərpənməsi, miqrasiya etməsi və həyat üçün təhlükəli olan, hətta ölümə gətirə bilən fəsadlara malikdir. Ona görə də bu məsələnin həllində insanlardan asılı olan əsas fikir varikoz damarların vaxtında aradan götürülməsidir. Çalışın bədənimizdə olan bu və nə vaxtsa da partlaya biləcək bu minadan canınızı vaxtında qutara biləsiniz.